Ərazidə mümkün buxarlanmanın kəmiyyəti 1800 millimetr, rütbətlənmə əmsalı isə 1,5 olarsa, əraziyə düşən illik yağıntının miqdarını hesablayaq. İlkin növbədə onu bilməliyik ki, biz ərazinin rütbətlənmə dərəcəsini, yəni rütbətlənmə əmsalını tapmaq üçün illik yağıntının miqdarını bölməliyik mümkün buxarlanmaya. Buradan bizə rütbətlənmə əmsalı verilib 1,5. Mümkün buxarlanmanın da kəmiyyəti burada bizə 1800 verilib və bizdən yağıntını tapmaq tələb olunur. Və biz yağıntını tapmaq üçün isə bu zaman rütbətlənmə əmsalını vurmalıyıq mümkün buxarlanmanın kəmiyyətinə. Yəni, demək, biz burada 1,5-i vurmalı olacaq 1800-ə. Və beləcə illik yağıntı miqdarının 2700 millimetr olduğunu təyin etmiş olacaq. Deməli, doğru cavabımız 2700 millimetrdir.